Alo. Alo. Salam, sabahınız xeyir olsun. Aleyküm selam. Bu Güney xanımın yoldaşıdır. Bəli. Bilaldır. Bəli. Bilal məmarzədir mənim adım. Mən Ha. qatmışam aləmi bir-birinə, qardaş. Aha. Bu siz qalib olmusunuz da, adınız qalib kimi olub dünənlə Ha. obada. Aha. Mən olmuşam əslində qalib. Mən aləmi qatmışam bir-birinə. Siz qazanmısınız, güyamış olan xeyir ola siz udmusunuz. Nətər olub o? Kimsən? Məmməd Rıza da adım. Bir minə. Alo, Alo. oğlum. Mən özüm neçə kərəm gedib oradan bazarlıq eləmişəm, obadan. Nə qədər borca pul almışam qonşulardan, bazarlıq eləmişəm. Mənim yuxuma qədər girib, Dilarə Əliyeva mənim yuxuma girib, mənə deyib ki... Bildim xanım, sən mənim nömrəmi harda tapsan? Obadan, sən gelib qatmış o aləmin bir-birinə ki, biz bu xatə... Bildim, eşidirsiniz məni. Mən eşidirəm sizi, hə? Mən gedib oradan kağızı çıxardıb verməmişəm, Müşfiqə. Müşfiq Siz hansı? harda qalırsınız? Müşfiqin özünə mən dünən dedim ki, oğlum, mənim harda qudam qalırsan? sənin yerlündür, cənub bölgəsində. O kuponu Dilarə çıxartmalıydı. İndi sən mənə deyirsən ki, onlar səs çıxardıb, sən adı çıxartmalıdır ha? Mən elə olmuşdu da. Siz udmusunuz. Mən bütün səhərə qədər yatmamışam mən gecəni. Mən gecəni yatmamışam. Sən xəbərin var mənim oğlum? Allah'ın olsun biz də yatmamışıq bibi. Yox, siz sevincdən yatmamışsınız. Mən bütün təzyiq vurub mən. Hə, nədir? Nətər olur? Nə deyirsən qardaş? Sizin dərdiniz nədir? Getirin maşını verin, həyətimizə saxlayın. Hə, yaxşı. Elə bir şey gətirdim, qoydum. Qapıva sən də otdun sürdün. Yox, bu nətərdir? Haqsızlıq olur. Nə haqsızlığı mən çəkmişəm o kağızı, ağzınızda gəlir. Ay oğlum, mənim sənin yaşlı oğlun var, mənim üstümə qışqırırsan sən. Mən sənin oğlan... Sən mənə narahat edirsiniz ki? Səni narahat edirəm, sənin nömrəmi veriblər də, deyiblər ki, özünlə danış. Kim verib sən? Mən verdim, o kimdən götürmüsən ondan? Yox, obadan. Dedilər ki, danış özünlə, razı sala bilsiniz, biz sizin adınızı qalib kimi. Çəkilib söylə, narahat eləməyin mən, sağ olun. Ay qız, ay oğlum, mən 1000 dəfə onlara zəng elədim. Gedin tullan. Yox, ay qaqaş, bir dəqiqə mənə qulaq as sən, oğlum. Mən arvadım, mən nə boyda tullana bilirəm? Bilal bəy, ay Bilal bəy. Bilal bəy getdi. Əsəbləşdirdi nə kişini? Kimi? Mən boyda arvada deyim ki, get tullan. Mən hara tullana bilərəm ki, ayaqlarım, qışlarım işləmir mənim. Yazıq ömründə bir dəfə tullanım, baxın, görün nə boyda tullana bilərəm. Yazıq həyatında bir dəfə avtomobil qazanıb, onda da... Yenidən əlaqə saxlamağa çalışacaq. Amma çox az. Bilal bəy. Alo, Bilal bəy. Sizi radiodan, Radio TMB-dən narahat edir. Əsəbləşdi. Yaman əsəbləşdi. Əsəbləşərəm də. Qardaş, bu bir zarafat idi burada. Bu yaşlı arvada necə deyə bilərsən get tullan? Necə deyə bilərsən? Oğlum, sən mənə deyirsən tullana. Mənim oğlum tullanmaq üzrə çempiondur, bilirsən, həyətdə, məhəllədə. Nədə? Radiodasınız, səhər efirindəsiniz hal-hazırda canlı yayımda. Təbrik edirik sizi. Necə bir hissdir ümumiyyətlə qalib olmaq? Gecəni yatmamışam. Gecəni niyə yatmamısınız? O gözəl bir hissdir, yəni. Günel xan, neçə kupon vardı? Yəni neçə dəfə 20 manatlıq alış-veriş eləmişdiniz? Tək 20 manatlıq almamışdıq. Yəni belə alver eləyəndə biz alveri obadan edirik. Yaxşı, Bilal heç gözləyirdin. Günel xanım da oradan nəsə deyir. Bəli. O da əsəbləşdi. O da deyir ki... Verə bilərsiniz telefonu Günel xanıma. Bəli. Ay Günel xanım. Bəli. Bir an sabahınız xeyirli olsun. Əvvəla təbrik edirik sizi. Çox sağ olun, təşəkkür edirəm. Qızım, maşını gətirin, saxlayın mənim həyətimdə. Elə mən oğlum dedim elə ona dedim, bir dəqiqə gətirib saxlayacağam. Bu dəqiqə. Siz hansı bölgədənsiz? Lənkəran. Mehdiyabad qəsəbəsi. Mehdiyabad qəsəbəsi. Təbrik edirik sizi. Çox sağ olun. Nə qədər alış-veriş eləmişdiniz obadan? Biz nə diyor, 100 manatlıq eləmişəm, 60, 70, baxır da belə həmişə biz oradan eləyirik. Obanın müştərisidir. Avtomobili götürmüsünüz artıq, yoxsa hələ götürmüsünüz? Yox, götürməmişik. İnşallah indi gedəcək tanışdığa. İnşallah. Təbrik edirik sizi. Təbrik edirik. Dedi biz səhər-səhər biz də hər gün efirimizdə obadan məlumat verirdik alış-verişlə bağlı, loteriya ilə bağlı. Nur xanım sizə sualı var. Bəs qulaq as, Elgün sizinlə zarafat edəndə belə həyəcan, qorxu oldu ki, birdən verməyəcəklər bizə avtomobili? Oğlum elə danışdı. Mən
özüm də dünən şoka düşdüm ki, heç danışa bilmədim də. Aha. Dedim qoy oğlumla yoldaşım gəlsin, elə bildim məzələnirlər bizlə də, bizi deyirlər, araya qoyurlar. Ha, dünəndən danışırsınız. Mən bugündən danışıram. İndi Elgün danışdı. İndi oğlum nə diyor deyəndə özüm də şoka düşdüm ki, bəs bunlar deyirlər ki, maşın sənindir, sonra deyirlər biləm kimindir. Yazıqlar həyəcan keçirməməli Oğlunuz- başdı. Yatmışdı, yoxsa doğrudan yatmayıb səhərə kimi? Nə bilim yatmışam. Yatmısan? Yox, Hadi mən yatmayın lan. yatmamışam, onlar yatıblar. Təbrik edirik Allah sizi, saxlasın. təbrik edirik. Biz də Xoş bir balaca günlərə sürün. zarafat eləmək istədik sizdən. Özünüzə yaxşı baxın. Obanın şirkətinə. Mən oğlum səninlə əl-ələ tullanacağam bu bulvarda. Əl-ələ. İnşallah, inşallah. Bundan sonra düşünürəm ki, Bilal bəy yaşlılarla daha belə diqqətli, daha hörmətli danışacaq, daha Gördün nəzakətli məni nə danışacaq. deyirəm? Yəni inşallah belə düşünək. Hələ bu harasıdır, hələ biz biraz Əslində sonra. əsəb gəldi ona da. Yəni düşünür ki, bəlkə də aldadıblar, belə düşünə bilər də, yəni hirsindən də. Biraz sonra daha bir zarafatımız olacaq. Daha bir zarafatımız olacaq, Amma amma hal-hazırda bir heç mahnı kim dinləyək. qohumları, tanışları dinləyirsə, heç kimə məlumat verməsin. Obadan qalibimiz kim oldu? Yarışmamızda mı, efirdəmi? Bəli, yarışmada Qalibimiz, mən söyləyim ki, daha çox xoşuma gələn iştirakçı Sevinç Mahmudova. Sevinç Mahmudova İdə parfümdən gözəl bir ətir qazandı. Siz də sevdiklərinizə, doğmalarınıza İdə parfümdən qəşəng-qəşəng gətirilər ala bilərsiniz.